Təqdim edəcəyim bu gözəl həyət evi Zabrat bir qəsəbəsində yerləşir. 118B olmalıdır, səhv eləmirəmsə. Onun marşrut xəttinə çox yaxın məsafədə, 2 sota yaxın torpaq sahəsinin içərisində 6-7 daş, kürsüdə, dairəvi, qoşadaş, üstü kəmərli, yaşayışı 3 daş həyət evi təxminən 65 min manata satışa çıxır. Ev qismən əşyalıdır. Sağ tərəfində yaşıllığı, palfanlı girişi olan kombidir. Ümumiyyətlə evin tıkanma sistemləri var. Hər birinin sarıfacı qoyulub. Estilik sistemi kombidir. Kombisi, radiatoru var. Və bu evin girəcək hissəsidir. Qismən əşyalıdır. Müəyyən əşyaları ev yəsirdə saxlayacaq. Sağda mətbəxlidir. Ona görə siz tək evi yox, evin ətraflı əşyalarını da çəkirəm. Məhz nə əşyalar olduğunu hal-hazırda biz də bilmirik. Ev yəsirdəki qismən əşyaları, müəyyən əşyaları qoyacağım. Qonaq otağı, ev dairəvi quşadaşdır. Təzə tikili deyil, müəyyən vaxtda da tikilib. Elə o vaxtda təmir olunub, evə köçülmüşdür. Burada da bir. Yox, ben bir tane göstermiştim, üzr istəyirəm. Burada da kiçik yataq otağı. Sanitar qovşağı, sanuzeli. İkisi bir yerdədir. Bugün video çəkənimiz istirahət edir, ona görə ev yəsini çəkdirib qalanını özüm çəkirəm, görürsünüz. Sanitar qovşağı, sanuzeli, bütün aksesuarları var. Zarafat edelim tabii ki. Belə izlərim. Videonu sonuna qədər izlədiyiniz için teşekkür ederim.